İrəvandan bütün Türk dünyasının Nevruz bayramını kutluyorum. Məkan qədim, tarix yeni. Tarixi Azərbaycan torpağı İrəvandan bayram təbriki. Nevruz bayramınız mübarəkdir. Özellikle Yarazlara buradan selam söylüyorum. Üstəlik, şəhərin mərkəzində zümzümə edilən Qarabağ mahnısı. Gül açıb ömrümüzün en şirin arzuları, anadır arzulara her zaman Qarabağ. Danışan dil dudağım tarkaman Qarabağ. 6 aydır Bakıda yaşayan və riyaziyyat fənni tədris edən Türkiyə vətəndaşı O Gün Özdəmir 2 gün əvvəl İrəvana səfər edib. Səfər zamanı çəkdiyi bu video Ermənistanda sürətlə yayılaraq geniş rezonans doğurub. Xəzər xəbəri açıqlama verən O Gün Özdəmir deyir ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. Hər şeydən əvvəl bunu yaddan çıxartmamaq lazımdır ki, İrəvan bir Türk torpağıdır, İrəvan bir Azərbaycan torpağıdır. Mən uşaqlıqdan xəyal eləyirdim ki, İrəvanı gedim görüm. 6-7 ildir Azərbaycan dilini öyrənməyə çalışan bir insanam. 6 aydır da Azərbaycanda yaşayıram. Azərbaycana gələndən sonra mən doğrudan da burada qardaşlığı, türklüyümü çox daha kökümdən və qanımdan hiss eləməyə başladım. Və mən türkləri antropolojik barədə çox araşdıran bir insanam. Gərək Türkiyədə, gərək başqa türki dövlətlərdə araşdırmalar edən bir insanam. Və İrəvanı çox görmək istəyirdim. O Gün Özdəmir İrəvana necə getməsindən də danışıb, qeyd edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürək açan deyil. Buradan Gürcüstana Qazaxdan Qırmızı Körpüm ilə keçdim. Gürcüstandan isə avtobusla İrəvana keçdim. Türkün torpağını, Azərbaycan torpağını görməyə getdim. Düzdür, mən belə bir İrəvan gözləmirdim. İrəvan doğrudan da çox pis vəziyyətdədir indi hal-hazırda. Deməli, şəhərin sentrından başqa, mərkəzindən başqa heç bir yerdə normal bir yaşayış yoxdur. Tamamən Azərbaycanlardan qalma evlərdir. Bir dənə bilə çevit çakmayıblar indiyə kimi orada. Vəziyyət çox pisdir. İrəvanı mən bir Türk torpağını o vəziyyətdə heç görmək istəməzdim. O Gün Özdəmir deyir ki, İrəvan qədimdən minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib. Kənan Qafar, Vüsal Hüseynov, Xəzər xəbər.